Quran-ı Kərimi Natiq Quranın əlinə verməsin, Natiq Qurandan uzaq düşsün, bəziləri Quranı nizəyə taxar, Allah vəlisi ilə üzbəüz dayanar. Hətta bəziləri Quran ayəsindən istinad edib, Allah vəlisini Qədr gecəsində gəlib, Allah evində qətlə yetirər. Həmən Quran ayələrini istinad edərək. Hətta bəzi insanlar da o şəxsiyyəti tərif edər. Siz elə bir İbn-i Mülcəm haqqında bir nələr yazıblar tarixdə. Şairlərin bir qismi şeir yazıb, mədh edib. Bəzi balalarının adını İbn-i Mülcəmin adını qoyub. Ki, böyük bir şəxsiyyətdir. Bu vəziyyət budur. Allah vəlisindən uzaq düşmək budur da. Ona Peyğəmbər deyir ki, yolundan uzaq düşmək. Ona görə Qədirxun biz danışanda deyirlər, sizlərə gedib çıxırsınız 14 əsr bu tərəf, 14 əsr dövrə. Əlidən uzaq düşmək, məktəbdən uzaq düşməkdir, maarifdən uzaq düşməkdir. Əhl-i Beytdən